Verilən bərabərsizliyin tam həllərini sayını tapın. 2x çıxılsın, 2x bölünsün, x çıxılsın, 6 çıx 1, kiçik bərabərdir 0. Burada hər tərəfi x minus 6'ya vursaq, x minus 6, 2x çıxılsın, x çıx 6 olacaq, müsbət 6, kiçik bərabərdir 0. Deməli, sürəti sadələşdirsək, x üstə gələnsin 6, məxrəcdə x çıxılsın 6, kiçik bərabərdir 0. Ədəd oxu üzərində həm sürətin, həm məxrəcin sıfırlarını qeyd eləyək. Bu, -6, -6'ını ala bilər. Müsbət 6, müsbət 6'ını ala bilməz, çünki məxrəc 0 ola bilməz. 6-dan böyük ədəd götürsək, məsəl üçün 7 götürsək, hər iki ifadəmiz müsbətdir. Mənfi, müsbət. Bizə lazım olan aralıq mənfi olan aralıq idi. Və bu aralıqdakı tam həllərin sayı. -6 daxildir, 6 daxil deyil. 6 çıxılsın, -6, hər ikisi tam ədəddir. Bu aralığı çıxsaq 12, deməli burada 12 dənə tam ədəd var. Və yaxud da belə saya bilərik ki, ortada 0 var. 0-dan -6'ya qədər 6, 0-da daxil isə 7 ədəd. 0-dan 6'ya qədər 5 ədəd var. 6 daxil olmadığına görə 7 ədəd buradan, 5 ədəd buradan, yenə də cəm 12 eləyir.